Mən ona görə sevirdim o mühazirələri ki, mən bilirdim ki, orada məni gözləyirlər. Bir yerdə ki, haradasa kimsə səni gözləyirsə, demək yaşamağa dəyər. Həyat onda qurtarır ki, səni heç kəs heç yerdə gözləməsin. Bunu mən əlbəttə heç kəsə arzulamıram və arzu edirəm ki, sizi həmişə hər yerdə gözləyənlər olsun. İndi bir müddətdən sonra hamınız yenə də dağılışıb öz iş yerinizə gedəcəksiniz. İndi bəlkə də ürəyinizin yarısı oradadır. Orada olanda buranı arzuladınız. İndi burada olanda da oranı arzuluyursunuz. Çünki orada da sizi gözləyənlər var. Sağ-salamat gedin, xoş gəldiniz, gedin. Və mən sözümün sonunda sizinizdə olan bu məna heç vaxt sizin həyatınızdan əskik olmasın. Sağ olun, salamat qalın. Mən bugünü 40 ildir gözləyirəm. Qocayev bizim üçün ilahi bir insan idi. Mən indi ona baxıram, ağlamaq istəyirəm. Biz onun dərslərini elə gözləyirdik ki, elə bir bayrama, toya gedirik doğrudan da. Mənə belə gəlir ki, bütün qızlar onu sevirdi. Düz deyirəm, yox. Biz ondan həm çox qorxub çəkinirdik, həm də hamımız onu sevirdik. Mən Qocayevi bugün sağ-salamat yanımızda gördüyümə, bizdən də cavan gördüyümə çox şadam. Mən ona uzun ömür arzulayıram. Biz onu elə onda çox sevmişik, sizi bilmirəm, mən elə həmişə bunu sevirəm, həmişə bunu hörmətlə yad edirəm. O dərsləri mənim üçün elə bir həyat dərsi, çox əziz bir dərsi idi. Ədəbiyyatı həvəsim çox idi, amma onu görəndən sonra birə min artmışdı yəqin ki. Onun ömrü də birə min artsın, uzun ömür yaşasın, həmişə səsi gəlsin, xoş sədası gəlsin. İndiki tələbələrimə magistraturada, bakalavriatda dərs dediyim uşaqlara mən həmişə sizi misal çəkirəm. Xüsusən bir xüsusiyyəti onlara həmişə mən danışıram. Onlar nədənsə danışandan sonra deyirəm, sualınız var. Deyirlər, yox, heç kəs sual vermir. İndiki uşaqlar elə bir sual verməyi ya öyrənməyiblər, ya da unudublar nəsə. Məsələ sual vermək mədəniyyəti elə bil ki, yox açıq. Mənim tələbələrim indi bayaq kimsə dedi ki, sualım var. O yadıma düşdü ki, çoxlu suallar verirdilər. Bəzən dərsin ortasında, biraz yorulanda deyirdim, yaxşı, indi sual verin, sual verirdilər. Hətta bir dəfə, bəlkə də 2 dəfə elə hallar da olub ki, mən gəlib dərsə girən kimi kimsə əlim qaldırıb deyir, mən olar bir sual verim. Dedim, olar. Sual verirdi, mən onun sualına cavab verdim, sonra ikinci sual, üçüncü sual. Deməli, qoşa saatın axırına qədər mən yalnız bunların suallarına cavab vermişəm. Və bunlar da öz aləmində elə hesab edirlər ki, Məmməd müəllim heç başa düşmədi ki, biz buna imkan vermədik ki, mühazirə oxusun, istəmirdik mühazirə oxusun, çünki yazmaq lazımdır və s. və s. Amma sual verəndə biraz asan keçdi. Amma onlar hiss eləmirdilər ki, o dərs mənim daha çox xoşuma gəlirdi. Yəni, uşaqların suallarına cavab vermək, bəlkə də danışmaqdan da mənə daha çox xoş gəlirdi. İndi kimsə də yenə sual vermək istəyir, buyursun. Əli? Mexanikizlə çox yazarsınız. Benim sizin qrupa mexanikizlə çox yazarsınız. Valla indi bilməm, sizin xəbəriniz var, yoxdur. Ümumiyyətlə, indi zöçöt deyilən şey var ki, yoxdur. Onu tamam ləğv eləyiblər. Yalnız imtihandır, özü də yazılı şəkildə, nə bilim, test şəkilində və s. və s. Amma o vaxtın imtihanı mənim daha çox xoşuma gəlirdi. Ona görə ki, tələbə mənim qarşımda oturanda, mən onun üzünə baxanda bilirdim ki, bunun qiyməti necədir. Ağzını açanda bilirdim ki, bunun qiyməti necədir. Amma belə də xətrinə dəyməmək üçün deyirdim ki, yaxşı danış. Bir dəfə bir tələbəmə dedim ki, mən səndən soruşmuram, elə bu başdan sənin qiymətini yazıram da, əla yazıram.
elə məyus oldu, elə peşman oldu. Dedi müəllim, yox, axı, mən danışmaq istəyirəm. Hiss elədim ki, bu özünü göstərmək istəyir də, bu biliyini nümayiş elətdirmək istəyir. Təzədən gördüm ki, yox, doğrudan da səhv eləmişim. Ona icazə verdim, təzədən bütün suallara gözəl cavab verdi və axırda da onun qiymətini yazdım. Bəli? Bəli, bəli. Sağ ol. Mən bilən mikrofonların hamısı işləyir. Kim danışmaq istəyir, gəl. Gəl. Hamınızı ürəkdən alqışlayıram buradan. Üzr istəyirəm, danışığım biraz şeydir. Üstünüzə sağlıq, xəstələnmişdim. Hamınızı burada çox görmək istəyirdim. Üzr istəyirəm, mən bir dəsən qabağa düşdüm. Onda az danışacağım. Müəllimlərimizdən rəhmətə gedənlər var, onları yad eləmək istəyirəm. Allah onlara rəhmət eləsin. Həmişə yad edirik, həmişə yadımıza salırıq. Burada bizim müəllimlərdən sevdiyimiz müəllimlərin əksəriyyəti kənardadılar. Hərən yəqin öz işi var. Öz uşaqlarımıza təşəkkür edirəm. Biz köhnə 75-ci ilin şəkillərindən minnətqar kartlar düzəltmişik özümüz üçün ki, bizi görən tanısın. 424-cü qrupda 85-ci il. Hərə bir rayondadır, hərə bir yerdədir, hamı ailəsi ilə xoşbəxt olsun. Mən Saidə Qasanovaya çox təşəkkür eləmək istəyirəm uşaqlarımızın adından və ona bu çiçəkləri təqdim eləmək istəyirəm. Xanımı biraz vaxtını almamaq üçün. Çox sağ olun, təşəkkür edirik. Həmişə sizi burada gözləyirik, hamımızı çox istəyirik. Bir də Fəxrəddinə biz papaşa deyirdik. Onda hamımızdan böyük idi. İndi elə papaşa kimi də mənə çağırdı qapıya ki, utanıram girməyə, gəl gülü əlimdən al, sonra mən girib içəri. Oldu, hamıya çox-çox təşəkkür edirəm, ötürəm hamımızı. Sağ olun. Саида Гасановна, всем благодарны, всем. Все вас любят, все вас уважают, обожают и помнят. Спасибо. Я видно? Да. Я какая была маленькая, так я... Здесь присутствуют и 3 поколения. Мои бывшие педагоги, перед которыми я преклоняюсь, мои сокурсники, с которыми я училась, и мои студенты. Я не знаю, я не проявляла тогда особую любовь, но я любила бесконечно. И смотрю на вас, вместе с вами я росла, у вас уже внуки, поражаюсь, но все равно вы молодые, красивые, умные, но я тоже молодая. Мне бесконечно приятно присутствовать сегодня здесь, и ваши вот эти улыбки, ваши приятные слова в мой адрес, это взаимно. И я хочу, чтобы эта любовь, которую вы испытываете к себе, которую вы излучаете, чтобы вас сопровождала всю жизнь. Вам долгой, хорошей, плодотворной жизни. И чтобы постоянно вы ощущали радость, любовь со стороны друзей, со стороны детей, внуков. Всего вам хорошего. Mən bir söz də demək istəyirəm, mən özüm bu üstə işləyirəm. Burada elə adamları görürəm ki, mənlə bir yerdə işləyirlər, amma heç bilmirdim ki, biz bir yerdə oxumuşuq. Biz harada ərvazlaşıb yaşasaq da, maqnit kimi bura bizə özünə çəkir. Bugün mən sizin hamınızı ayaqda görmək olması münasibətilə hamınızı təbrik edirəm. Biz əfsanəyə yazılıq, biz tarixə yazılıq. Sizə yenə də həyatda durmağa, yenə də
qarşılamalıyıq. Əziz məzunlar, sizin hamınızdan burada görürəm. Düzdür, hamımız dəyişilmişik, yaşlaşmışıq, qocalmışıq. Amma o deyildiyi kimi ürəyimiz cavandır. Mən sizin hamınızı çox sevirəm. Düzdür, pilləkənləri qalxanda mənim xəyalıma gəlmişdir 75-ci illərdir ki, necə dəstən qaçırdım. Bir mənim bir fabrikam vardır, o da Naxçıvandandır Sevda xanım. Bir ki, onunla açdıq dəstən. Getdik kinoya, oturmuşduq və bizdən qabaqda bunun qardaşı oturubdu. Bir də mənə dedi ki, Ruslara baxır, Kamran oturub qabaqda. Söndüm. Dedim, Kamran, sabah nə var, nə yox? Qayıtıcı şeydir, burada nə gəzirsiniz? Dedim, icazə almış gəlmişik kinoya. O da yanında qız var idi. Qorxudan heç nə demədi bizə. Başqa qız var idi yanında. Dedim, sən olsa heç nə deyəməyəcəksən. Ayrı nişanlıydım, amma başqasından gəlmişdi kinoya. Ondan sonra bizə heç nə deyə bilmədi. Çox institut xatirələrimiz çoxdur. Vasili müəllimə mənə təşəkkürünü bildirirəm. Vasili müəllim, mən məktəb direktoru işləyirdim uzun 79-cu ildən. Vasili müəllim bizim Maarif Nazirinin inspektor işləyirdi. Mən onu o vaxt gördüm, gəlmişdi bizim məktəbi yoxlamağa. Orada tanış oldum Vasili müəllimlə. Bizim dedim ki, kursun, nəzə deyərlər axır, nümayəndəsi, daha doğrusu bir qrupa deyildi, başqa qrupun nümayəndəsi. Hisslərimiz, duyğularımız sözlərimizdə üstə düşəcək. Mən istərdim ki, əvvəlcə müəllimlərimiz ürəklərini boşaltsınlar, qısaca sözlərini desinlər. Sonra 2-3 nəfər də danışsın, söhbətimizin qalanını söhbətlə bir yerdə başqa yerdə eləyərik. Mən xahiş edirəm, Qalib müəllim buyursun bura. Tam danışsınlar, nə olar? Səndən gedənlər. Sən elə əvvəlcədən aranı qaxandın. Mənim əzizlərim, hamımızı salamlayıram və hamımızı belə xoş əhval-ruhiyyədə görməyə deyək kimi çox məmnunam. Bilirsiniz, biz bax, bugünkü gündə və bugünkü zamanda çox köyrək bir hallar yaşayırıq. Yəni ki, siz öz 40 illik deyək ki, həyatınızı yadınıza salırsınız. Biz də sizin müəllimlərimiz öz o vaxtki, o günkü deyək ki, günlərimizi də yadınıza salırıq və o xatirələr qəlbimizdə yenə də deyək ki, baş qaldırır. Hansısa xatirələr bizi şadlandırır, hansısa xatirələr bizi təəssüfləndirir və s. və s. Bilirsiniz, mən bu zala qədəm basanda Məhəmməd müəllimi gördü, oturduq, söhbət elədik və bir-iki bizim tələbəmiz yaxınlaşdı, salamlaşdı və mən Məhəmməd müəllimə dedim ki, bizim o vaxtki tələbələrin başqa mental xüsusiyyətlərə malik olan adamlardır. Yəni ki, indiki tələbələr, onlar başqa adamlardır. İndiki nəsil, başqa nəsildir. Siz, deyək ki, sizi görəndə həm qəlbimiz şadlanır, həm də vallah qürur hissi ilə sizə baxıb deyirəm ki, bəli, o vaxt oxuyan, o vaxt təhsil alan insanlar indiki davanda da yenə də dəyişmirlər. Təbii ki, zahirən biz dəyişmişik, təbii ki, lakin qəlbimiz dəyişməyib. Həyat, deyək ki, həyata münasibətimiz dəyişməyib. Təbii ki, hətta biz başqa dəyərlər üstündə, o zaman olan dəyərlər üstündə indi də yaşayırıq və bəlkə də həmişə, deyək ki, o dəyərlərdən bəlkə də məmnun olmuruq. Çünki dünya dəyişir, zaman dəyişir, insan münasibətləri dəyişir, lakin qəlbimiz o zamanın dəyərləri üstündə durulan, o zamanın, deyək ki, əxlaqi əsasları üstündə durulan qəlbimizdir. Həmişə cavan olun. Yaşınıza baxmayın. Sevin və sevilin. Həmişə cavan olun və mən indi Tolstoyun bir deyək ki, ifadəsi yadıma düşdü. Tolstoy deyirdi ki, Rusça deyəcəyim, когда в человеке умирает ребенок, он умирает сам. Yəni ki, həmişə qəlbimizdə o hisslər, o uşaq təravətləri olmalı, sizə arzu edirəm, diləyirəm. Mən hamınızı sizi sevirəm, hamınızı deyək ki, bəlkə də çoxsunuzu indi zahirən tanımıram.
tanıya da bilmərəm, çünki neçə vaxt keçib, 40 il keçib. Lakin bugün mənim üçün çox xoşbəxt gündür, çünki mən o günkü günlərimi yadıma salaraq yenə də deyək ki, o günkü günlər kimi yenə də qəlbim ilhamla dolacaq və o ilham ancaq sizin sevginizlə bir yerdə olacaq. Həmişə sevin, sevinin, xoşbəxt olun. Dağ başıma duman düşər, çən düşər. Əgər əlimdə bir ixtiyarım olaydı, qoymazdım ki, qara saça bənzəşim. Ömrüm çiçək qədər olur, sevinc olur, kədər olur. Ne için